Sırf müəllimlərin verdiyi tapşırıqlarla kifayətlənir, amma bunu məsləhət görmərəm. Artıq mən onu yay hobbisinə çevirmişdim. Daha çox mənə həqiqətən ciddi mənada kömək edir. Gənclər salam, yeni video ilə qarşınızdayım. Bugün örtük şəklindən də göründüyü kimi riyaziyyatı 0-dan 100%-ə necə qaldırmışam, o haqda danışacağım bu videoda. Uzun uzadı yorucu danışmaq istəmirəm. Əsas məqamların hamısını sizlərə çatdıracağım. Öz təcrübələrim haqqında danışacağım. Bir də yenə təqdimat hazırlamışam. Təqdimatda uzun da öyle. Videonu kifayət qədər maraqlı eləməyə çalışmışam. Axıra qədər izləsəz sevinərəm. Kanala da abunə olub bildirimləri atsaz, yeni videolardan faydalansaz, onun üçün də ayrı sevinərəm. Deməli, birinci özüm haqqında danışım ki, mən riyaziyyatı 100% necə qaldırmışam. 8-ci sinifdə, ümumiyyətlə aşağı siniflərdə mənim riyaziyyatım zəif olub. Hardasa 4-cü sinifə, ümumiyyətlə ibtidai yaxşı oxumuşam. Sonra artıq ibtidaidən sonra riyaziyyatı oxuyurdum, amma tətbiq eləməyimdə həqiqətən ciddi mənada çətinlik vardı ki, misalları gec işləyirdim, gec hesablayırdım. Bu da məni yorurdu. Bəzən pis olurdum ki, mən niyə bunu gec işləməliyəm, gec hesablamalıyam. Təbii ki, riyaziyyatımı qaldırmalıydım, məqsəd qoyub qaldırmalıydım. Çünki 9 və 11-də mənə ciddi şəkildə problem yaradacaqdı. Bir gün 8-ci sinifdir, artıq qarşıdan yay tətil gəlir. Məktəbin qurtarmağına hardasa var 1 ay, 2 ay. Biraz qəribə səslənə bilər, amma həqiqətən olanları danışacağım sizlərə. Bir dərs qrupuna qoşuldum WhatsApp üzərindən. Gördüm ki, burada sual atılıb və sualı heç kim cevablaya bilmir. Baxdım suala, biraz baxdım. Sonra gördüm ki, mən bu sualı yaza bilərəm. Sualı cavabladım. Sualı cavablayandan sonra mənə biraz motivasiya gəldi. Bilirsiniz ki, məqsəd qoyanda disiplin və motivasiya önəmlidir. Amma motivasiyadan çox əsas disiplindir, davamlılıqdır. Amma motivasiya da lazımdır. O sualı cavablayandan sonra biraz motivasiya oldum ki, mən riyaziyyatımı gücləndirə bilərəm. Deməli, mən nəsə bilirəm. Biraz yaxşı vaxt ayırsam, kifayət qədər nəticəmi qaldıra bilərəm. Sonra bir müddət bu qrupda qaldım. O qrupa başqa linklər atılırdı. Artıq onlar vasitəsindən qrupları çoxaltdım WhatsApp üzərindən. Ki, riyaziyyat qruplarıydı. 3 ayı mütəmadi davamlı olaraq mən riyaziyyat işlədim. Səhər dururdum, axşama qədər riyaziyyat işləyirdim. Yəni, artıq mən onu yay hobbisinə çevirmişdim. Çünki qarşımda ciddi bir məqsəd vardı. Riyaziyyatımı 100%-ə qaldırmalıydım. Riyaziyyatımı 100%-ə qaldıra bilməsəydim, 9 və 11-də nəticələrim aşağı olacaqdı. Ki, 9-cu sinifdə nəticəm 87 olmuşdu, 11-ci sinifdə də 100% olmuşdu. Normalda 8-ci sinifdə mən heç nə bilmirdim. Yəni, qaydaları bilirəm, oxuyuram, amma tətbiq eləməyim çox zəifdir və nə etməliyəm? Çoxlu misal işləməliyəm. 3 ay yay boyunca ancaq misal işlədim və artıq 9-cu sinifə gələndə gördüm ki, həqiqətən özümdə ciddi dəyişiklik eləmişəm, bunu bacarmışam. Ki, sizə də məqsəd görərəm ki, nəticənizi artırmaq istəyirsən. Məsələn, uşaqların çoxusu deyir ki, mənim nəticəm zəifdir, mən bu müddətdə nəticəmi artırmaq istəyirəm, nə etməliyəm? Çoxumuz nə edirik? Sırf toplu ilə, sırf müəllimlərin verdiyi tapşırıqlarla kifayətlənirik, amma bunu məsləhət görmərəm. Əlavə işləmək, əlavə vaxt ayırmaq sizə həqiqi deyirəm, ciddi mənada kömək edəcək, nəticənizə də yaxşı təsir edəcək. Ki, mən çalışdığım qədərindən yenə də məsələn hazırlıqlarım belə olsa, ki, bu qruplarda artıq 9-cu sinifdə hazırlıqlara başlayanda, məşğələlərə başlayanda mənə çox kömək olmuşdu riyaziyyatı qaldırmağım. Digər fənlərim normal idi. İngilis dili, Azərbaycan dili normal idi. Riyaziyyatımı qaldırmışdım və artıq yenə gündəlik mən riyaziyyata vaxt ayırdım. Ki, 9-cu sinifdə əslində 100 qoymamışdım məqsədə. Hardasa 90-95 arası qoymuşdum. Ki, 87-nin onsuz da imtahandan sonra toplamışdım. Sonra 11-ci sinifdə də bəzən diqqətsizlik eləyə bilirdim və bu diqqətsizliklər məni çox qorxuzurdu ki, hə, imtahanda bu nəticəmə ciddi təsir edə bilər. 11-ci sinifdə də 100% yazmağı bacarmışdım. Ki, çətin deyildi əslində. Yəni, məqsəd qoyandan sonra nəyisə əldə etmək asan da olur. Bir də disiplin və motivasiya lazımdır. Daha sonra, yenə də deyirəm, o qruplara qoşuldum, qruplardan faydalanan sonra başladım hazırlıqlara, gündəlik yenə riyaziyyata zaman ayırdım. Yəni, belə-belə artıq özümdə ciddi dəyişiklik eləməyi bacarmışdım. Yəni, belə eləmişdim. Çətin deyil əslində, məqsəd ondan sonra asandır. İndi burada sizlər üçün təqdimat hazırlamışam daha doğrusu. O təqdimatı da sizlərə təqdim etmək istəyirəm. Deməli, burada biz nə haqqında danışırıq? Birinci danışacağımız şey, yəni, riyaziyyatı gücləndirmək istəyirsə, ümumiyyətlə nə isə istədiyimiz nəticəyə aparmaq istəyirsə, istəyir ümumi balımız olsun, istəyir hər hansısa bir fənn olsun, birinci bizim eləyəcəyimiz şey davamlı olmaqdır. Və bir də kifayətlənməməkdir. Yəni, özümüzdə o rahatçılığı tapmamaqdır. Həm mən bunu bilirəm, bu ilə kifayətlənməkdir falandır. Bunları biraz kənara qoymaq lazımdır, davamlı olmaq lazımdır.
müəllim tapşırıq verir, həm müəllimin verdiyi tapşırıqdan daha çox tapşırıq yazmağı özünə məqsəd görür ki, o istədiyin nəticədən də qat-qat yuxarı nəticəni əldə edəsən. Bir də öz-özünə məsələn, hə, standart bir limit qoymayın. Mən 250 bal istəyirəm, 200 bala uyğun çalışacağam. Yox, məqsədi məsələn 300 qoyun, 300-ə uyğun öz-özü yorun, ona uyğun çalışın ki, 300-ə çata bilməsəz belə ən azından 300-ün altında bir rəqəmlərə, 260-a, 270, 80 bu aralıqlarda bir rəqəmlər əldə edə bilərsiniz. Ki, yenə də deyirəm, limit olmaz, limit qoymayın. Davamlı olmaq mütləqdir. Yəni davamlı olsaq ki, nəticəni əldə etmək mütləq olsun. Hə, mən plan qururam, mən özümə məqsəd qoyuram. Bir gün edirəm, 2 gün edirəm, 3 gün edirəm, sonra eləmirəm, nə bilim, boşluqlar falan filan. Bu artıq bizim məqsədə getməyimizin qarşısını alacaq. Belə şeylərə yol verməyin. Burada 5 addımdan ibarət yazmışam sizlər üçün yol xəritəsi, yol göstərmişəm. Birinci mütləq məqsədimiz varsa, nəticəmizi qaldırmaq istəyiriksə, istədiyimiz nəticəyə çatmaq istəyirsə, plan önəmlidir. Yəni həftəlik plan ən ideal plandır. Özünüzə bir dənə həftəlik plan qurun və bu həftəlik planda nə edirsiniz? Mövzu olsun, test olsun, bunların hamısına yer verin. Yəni tutalım ki, mən həftəlik planda bu qədər mövzunu təkrarlayacağam və yaxud da bu qədər mövzunu öyrənəcəm, yəni bu qədər test işləyəcəm. Bunların hamısına necə deyim, əməl edəndən sonra həftəlik bir dənə analiz çıxarın. Mən bu həftə nə etmişəm, nəyi öyrənmişəm və s. Yəni bunlar sizə həqiqətən çox kömək olacaq, amma plan mütləqdir. Məqsəd varsa planda məqsədə çatmaq üçün standart bir, necə deyim, bizə ən lazımlı şeydir. İkinci səhv dəftəri, bunu vurğulamadım. Mən özümün də səhv dəftəri, necə deyim, özümə şey eləmişdim. Təkcə ora səhvləri yazmırdım, qaydaları yazırdım. Özüm üçün asanlaşdırdığım, öyrəndiyim qaydaları yazırdım. Onda məsələn qayda kitabı çox oxumaqla aram yox idi. Yay ərzində özümə dəftər tutmuşdum. Kimdənsə öyrəndiyim o dəftərə yazırdım ki, daha çox mənə həqiqətən ciddi mənada kömək edirdi. Səhv dəftəri nə üçün idi? Məsələn, səhv elədiyim məqamları ora qeyd edirdim. Sonra artıq ikinci dəfə səhv eləməmək üçün ona tez-tez baxırdım ki, səhv dəftəri düşünürəm ki, sizə lazımdır. Təkcə riyaziyyat olmasın, digər fənlərdən də lazımdır. Məsələn, tutalım ki, səhv dəftəri tutmusunuz, hə, səhv elədiyiniz məqamı yazın, altından da o səhv elədiyiniz nə bilim mövzunun, qaydanın adını yazın ki, sonra məsələn o dəftəri açıb təkrar eləmək istəyəndə sizə asan olsun. Üçüncü əsas məqam gündəlik ayrılan zamandır. Yəni nə qədər çox zaman ayırsaz, nə qədər çox necə deyim, zirvəni biraz yuxarı qoysaz, yəni yenə də deyirəm, bayaq dedim, limit qoymasaz, məsələn məqsədiniz 300 baldır, gündəlik məsələn dərslərə ayıracağınız zaman çoxdur ki, hər şey bu zamandan asılıdır. Yəni sən müəllimin verdiyi testlərlə kifayətlənərsənsə, yəni kifayət qədər ayıracağın zamandan da artıq zaman ayırmayasansa, nəticə təbii ki, istədiyin kimi olmayacaq və yaxud da istədiyindən də artıq olmayacaq. Ona görə də gündəlik ayrılan zaman mütləqdir. İstəyir riyaziyyat olsun, istəyir ümumi fənlər olsun, nə Azərbaycan dili olsun, ingilis dili olsun, mütləq və mütləq gündəlik ayrılan zamanı necə deyim, tənzimləmək lazımdır. Mən burada indi məsələn hər gün 20 sual qoymuşam. Tutalım ki, hər hansısa bir fənni yüksəltmək istəyirsiniz. Gündəlik məsələn sizin free time-larınız olur, boş vaxtlarınız olur. Bu boş vaxtlarda da əlavə məsələn sınavlar işləyib, testlər işləyib özünüzü necə deyim, həm vaxtınızı dəyərləndirmiş olarsınız, həm də özünüzə yaxşı bir yatırım eləmiş olarsınız ki, gündəlik ayrılan zaman da mütləqdir. Dördüncü, çətin suallardan qaçmamaq. Çoxumuz çətin sual görən kimi qorxuruq. Çətin sualları həll eləmirik, çətin suallardan qaçırıq. Mən bunu riyaziyyat üzərindən sizlərə deyəcəm, danışacağam. Məsələn, mən özüm riyaziyyatdan test, misal işləyəndə daha çox çətin misalları işləməyə maraq duymuşam. Çünki asan misal sadə həll olunur və artıq sonra sıxılıram. Çətin misallarla başlayanda artıq o mövzuya olan, nə bilim, dərsə olan motivasiyam artır. Çünki çətin sualı hesablayanda adam özündə bir özgüvən qazanır ki, hə, mən bu misalı işləyə bilərəm, asan misallarda işləyəcəm. Ona görə tövsiyə edirəm ki, çətin suallardan qaçmayın. Həmişə testə başlayanda arxadan çətin suallardan asan suallara doğru işləyin və yaxud da açın birinci çətin suallara baxın. Bir dənə, iki dənə çətin sual hesablamağı bacardısa, artıq sizdə motivasiya olacaq ki, hə, mən mövzunu asanlıqla yaza biləcəm. Ki, bizim dostlarımızın çoxusu da nə edir? Çətin suallardan qaçır. Bunu eləməyə ehtiyac yoxdur. Beşinci, mövzunu başa düşmək, əzbərləməmək. Çoxumuz mövzunu əzbərləyirik, amma mən bunu məsləhət görmərəm. İstəyir riyaziyyat olsun, istəyir o birisi fənlər olsun, onu yaxşı başa düşmək lazımdır. Bir də mövzuları yəni öyrənəndən sonra sonda öz-özə bir sual verin ki, mən bu mövzuda nə öyrəndim? Çünki əzbər eləmək bir müddət sonra yaddan çıxmalı deməkdir və artıq sizin orada yenə təkrarlar üçün vaxt ayırmalısınız. Bu da vaxt itkisi deməkdir. Amma yaxşı öyrənəndən sonra, yəni əzbərləmədən, başa düşüb öyrənəndən sonra bu sizə ciddi mənada kömək eləyəcək ki, həm vaxtınıza qənaət eləmiş olarsınız, təkrarlara çox zaman ayırmayasınız, həm də mövzular yadınızda yaxşı qalacaq.
Mövzunu başa düşmək, əzbərləməmək ki, bir də mən tövsiyə edirəm ki, riyaziyyatda məsələn mövzuları öyrənmək istəyirsinizsə, onları vaxt alsa belə yazıb öyrənməniz sizin üçün daha yaxşı olacaq. Çünki yazıb öyrənəndə insanın daha yaxşı yadında qalır. Əzbərdən yaymağınızı sizlərə tövsiyə edirəm. Video bu qədər idi. Sizi yormaq istəmirəm ki, burada YouTube'da da, kanalda da kursu bitirməliyəm. Kursun ardını da paylaşacağım. Tez-tez bu tipdə videolar paylaşmağı da planlayıram. Ümid edirəm faydalı olur. Ümid edirəm dəstək verə bilirəm. Bu tipli videolar çox olacaq. Kanala abunə olub bildirimləri açıq saxlamağı unutmayın. Və yaxud da bildirimdən də gəlib vaxt eləyib videoyu izləyirsə, sona qədər izləyirsə, hamıza təşəkkürlərimi bildirirəm. Gələcək videonun nə olacağını şimdidən demirəm, çünki qarantiləyə bilmirəm. Amma gələcək videoda görüşmək ümidi ilə sağ olun, salamat qalın.